Dəqiqə də yığmısan. 280 balla birinci qrupda harasa düşmək olar. Nigar. Blok RK qrupusansa 100% düşərsən. RI qrupusansa blokda 100 bal keçmisənsə düşə bilərsən. DT ilə beynəlxalq münasibətləri oxumaq olur. Xeyr. 146-150 balla RK harasa düşmək olur. Xeyr, yer az olmur. Keçid 150 baldır. Sən sırf 150 bal keçməlisən. İsmətin sualına cavab verdik. Salam, magistr balım 44-dür. Sosial işə hansı özəl oyunaya düşə bilərəm? Nenin magistr seçimi eləmirəm, təəssüf ki. 78 ortalama ilə sığorta işindən sonra bakalavr 2-ci qrup üzrə qəbul ola bilər. Ola bilər. O qədər çox baxmışıq ki, yəni 75-i keçmisənsə qəbul olacaqsan. 127 balla kollecə qəbul olacaqsan. Bu kimdir? AA profili. Ekran bəyənin sualına cavab verdiklərimiz əsasda bəyənsinlər. Mesajları mən də sırayla gəlirəm. Birinci qrup RK 182 Lənkəranda və yaxud Gəncədə təbii ki düşərsən. Keçən 159 balla düşənimiz olmuşdu. İxtisas seçimi üçün nömrə bioda var. Oradan yazın biodan kimə lazımsa ixtisas seçimi növbə, yəni yazılma davam edir. Artıq ilk 10 gün vaxtımız varsa ilk 2 gün doludur. Birinci qrup riyaziyyat kimyada 388 balla qida pulsuz olar, qafarlı soruşur. Qidanın pulsuzunun balı 300 şansın var. Daha dəqiq statistikadan asılıdır, amma qafarlı şansın yüksəkdir pulsuza düşmək üçün. Sonra burada kim var? Ya profili deyir ki, birinci qrupdan RK 182 bunu cavab verir. Təkrar yazırsınız. 191 balla Bakıda RK üzrə birinci qrup düşməyəcəksən. Bölgələri